yeniliklərdən biri Rəqəmsal Məktəb platformasının tətbiqi olub. Bu platforma vasitəsilə məktəbdə tədris prosesində baş verən bütün fəaliyyətlər elektronlaşıb və şəffaflıq təmin olunub. Layihənin uğurlu olması nəticəsində növbəti tədris ilində artıq Respublikanın bir sıra digər regionlarında da bu platforma tətbiq olunacaq. Eyni zamanda ölkəmizdə bu tədris ilində pilot olaraq tam orta təhsil layihəsi tətbiq olunmuşdu və deməli ölkənin 13 şəhərində yerləşən 14 məktəbdə bu tətbiq olunmuşdu. Bakı şəhəri üzrə bu 2 məktəb idi və bu layihənin əsas məqsədi ondan ibarət idi ki, yuxarı sinif şagirdləri üçün onların biliklərini, maraqlarını, meyllərini nəzərə alaraq daha dərinləşdirilmiş və sistemli proqramı onlara təmin etməkdir və müasir əmək bazarına tələb olunan bilikləri onlara öyrətməkdir və bu layihənin də nəticələri uğurlu olduğuna görə növbəti tədris ilindən artıq bu layihə genişlənir və Bakı üzrə artıq 30 məktəbə çatacaq. Və bir yenilik də bizdə bu il tətbiq olunacaq. Artıq məktəb sənədləri, attestatlar bu il elektron olaraq veriləcək. Deməli, elektron hökumət informasiya sistemi vasitəsilə hər bir şagird və ya şagirdin valideyni artıq həmən elektron attestatı rahat formada hər anda onu izləyə bilər, baxa bilər, yükləyə bilər, harasa onu göndərə bilər və ya tələb olunanda onu rahatlıqla çap edə bilər. Yəni bu il üçün yeniliklərimiz budur və növbəti tədris ilində belə deyim, uğurlu nəticələrimiz və uğurlu layihələrimiz genişlənməsi gözlənilir.